Müqəddəs Ramazan ayı sona çatdı. Nəzərə alsaq ki, Ramazan ayında qidalanmamızda kifayət qədər dəyişiklik oldu. Ay sona çatdıqdan sonra yenidən ənənəvi qidalanmaya keçid edərkən də müəyyən məqamlara diqqət etməliyik. Diyetoloq Leyla Zülfüqarlının sözlərinə görə Ramazan ayı boyunca orqanizmimizdə metabolik dəyişikliklər baş verdiyi üçün Ramazandan sonra birdən-birə ənənəvi qidalanmaya keçmək zərərli ola bilər. Burada yenə də biz məsələn bol karbohidratlı, yağlı qidalara stop deyəcəyik. Artıq minimuma endirir bu cür səhv qidaları. Daha çox önəmli olur protein ağırlıqlı qidalar. Yəni zülal tərkibli qidalar ki, bunlar da bitki tərkibli zülaldır, lobya, fasolya, ət məhsulları və s. Yəni karbohidratları minimuma endiririk. Şirniyyatlar, apur-çupurlar, işlənmiş qidalar, fast food məhsulları bunlar tamamilə stop qoyuruq və orqanizm doğrudan da əziyyət çəkmir. Yəni deyək ki, digər günlərdəki rutinlərimizlə müqayisədə Ramazandan sonraki etapda biz bunu doğrudan da sözün əsl rahat edə bilirik. Mütəxəssis həmçinin bildirdi ki, bu zaman bir-biri ilə əlaqəsi olmayan qidaları da qarışdırmaq olmaz. Biz bir əsas isti yemək süfrəmiz var. Burada biz bayramlarda etdiyimiz tərz ki, aş, dolma, salat üçün bir anda yeyirdik. İndi belə deyil. Sadəcə ya salat yeyəcəyik, ya da isti yemək deyək ki, məsələn dolmamız və yaxud da şorba yeyəcəyiksə, şorba məsələn günün birinci yarısı nahar fasiləsinə təyin edə bilərik. İsti yeməyimizi deyək ki, axşam saatında. Yəni 3 dəfə bizim yemək saatımız vardır və klassik səhər qəhvaltısına aid olan yeməklər də bu sözün əsl mənasında çox vacibdir. Səhər qəhvaltısı da edilməlidir ki, bu da günün lap başlayanda etsək, gündə 3 dəfə qidalama. Bu həm sağlam rasional qidalama elminə görə doğrudur və insanlar heç bir şəkildə heç bir xəstəliklərdən də əziyyət çəkməzlər. Bir sözlə, təkcə Ramazanda və Ramazan ayından sonra deyil, hər zaman qidalanmamıza diqqət etməli, sağlamlığımızın qeydinə qalmalıyıq.